hər kəsin öz qurumun köməkçiləri var da. Dəmir yolunda, yəni biz gömrükdə, biz bütün rəsmiləşməsi nəzarətdə bu işlərə baxırıq. Mən də bildim, İran vaqonları açılsınlar. Biz açmırıq onu. Sahib açır, öz adamları ilə, dəstəsi ilə, briqadiri ilə, mən istəyir əli ilə açsın, istəyir vəli ilə açsın. Onu mən maraqlandırım. Mən sonra ki, yükü düzgün açsın, düzgün vursun, bu olsun, qaydasında olsun. Amma qaldı da ki, o sən deyən məsələlərə, onu daha çox Muharrem müəllim məsələləri satış. O dəmir yolunun rəisidir. Yəni o ərazidə olan bütün hərəkət, işlər, boşalma, yüklənmə falan dəmir yolu baxır. Sən gel Muharrem müəllimə dedin ki, qardaş, burada bir dəstə adamdır, məsələn, müəyyən qrupdur, şey eləyir, özünə götürür yükü, özünə sərf eləyəni verir, bizə verir. Mən də burada bilmir də, hamısı kim vaqon açır, öz qohum qardaşı, biz də Azərbaycanlıyıq, biz də bu dövlətin rəsmi nümayəndəsi, yəni hakimiyyətdə olan nümayəndə bunu gəlib fərlidir, işləyirsə, hakimiyyətdə hamı hakimiyyətdə bizə nə deyir? Bəli. Müəyyən sayda yerlər var. Bəli də, indi biz də işləməliyik də, biz də çörək, biz də dolanmalıyıq. Əlbəttə ki, olunmaz. Onu gözləyirəm. Yəni ki, sən nəfər deyib, Muharrem müəllimə getdi, yəni bu bir əndam çəkdir, əlbəttə ki, mən sənlə razıyam. Yəni orada məsələn, bir qadınla ayrılsın, növbə ilə olsun, yəni biri bir işləyəndə ikincisi işləsin. Yox, pasiyanlı bir adam işləyir. Pasiyanlı. Neçə vaxtdır mən heç pulu verə bilmirəm bu dəqiq kvadratan. Hələ 2 dənə uşaq da rayonunda ad-azınadır. Yox, başa düşmür da, yəni düz deyirsən. Keçən də bununla bağlı cənab prezidentə məlumat verdim, gəldi yoxlama töküldü. Dedi bu işlər aradan qaldırılacaq. Dedi güzəşt gedib bizə. Getdim güzəşt. İndi yenə də mən özüm buxalterim utanmışım. Mən bunu fəali işləyirəm. Əgər mən bugün öz dövlətimdə iş tapıb işləyə bilmirəmsə, mən Rusiyada gedib işləyirəmsə, gəlib burada yaşayıramsa, ya burada niyə yaşayıram? Mən səviyyə aldı gidib diplomum olub. Sən qardaş, şimdi Muharrem müəllim elə burada yerindədir. Bir dənə müraciət edir. Yəni o işlər orada biz gömrük yanı... Muharrem müəllim vətəndaşı qəbul edir ki... Niyə eləmir? Etmir. Yox, elə Allah'la niyə eləmir? Etmir, qəbul edəcək. Etmir. Az yoxlama gələndə deyirlər ki, pəyərimə verəmə. Niyə edəcək? Niyə eləmir? Muharrem müəllim orada, bu indi gedəcək. O bir evi yerindədir. Yəni getçilə niyə qəbul eləmiş? Verəcək. Alo. Salam qardaş. Dəmir yolunun əsası var. Benim oğlan ərazisidir, üç adamlara, bir kıvada şamaxı, bir tərəf kalırmış. Ancaq bunlar işləyir. Başqa adam işləmir. Ged ona deyil. Mən də Azərbaycandanam. Acaba ged ona deyil. Mən dedim, bu çıxıb gedəcək, qalacaqsa yenə belə. Gülbəyət otağa, sağda ikinci otağa. Maarif müəllim. Üzbəyiz qapıdan gir, ikinci qapı sağda. Yox, beşini açmaq əsas dəmir yolu var. Olsun mən. Mən sizin Namik müəllimin qəbulunu girmək istəyirəm. Namik müəllim qəbul eləsin məni. Namik müəllim gömrüyə bax, kağız koluza. Qədimə deyil. Yox, o deyirlər ki, bizə olan məlumata görə Namik müəllim öz adamları var burada. Hansı Namik? Gömrünün rəisi. Öz adamlardır, fəaliyyət göstərir. Yox, getmən. Onun qardaşı deyil. Kimdən am mən bunu burada? Elə deyirlər də, bizə olan məlumata görə elədir. Elə deyil. Kim deyil? Bu arada bir nəfər var deyil. Onu hansı uğraş deyil. Çünki mən burada Namik müəllimlə 15 ilə yaxın işləyirəm. Namik müəllim hələ burada bir dənə qohum əqrəbasını bir işdə deyil. Nəinki fəylər, nəinki digər. Yəni get deyir, yəni adres... Gel orada, iş istəyirsən oraya gel. Məmurları edir və etməlidir. Dövlət məmurları keçirmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri də yüksək səviyyədə olmalıdır və məmur vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Hardakı nöqsanlar var, hardakı pozuntular var, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcək.